beyin dalgasına düşmüsünüz. Podcastimizin ilk qonağı Urfan Oruzovdur. Urfan səni sferada hər kəs kifayət qədər yaxından tanıyır və düşünürəm ki, amma bizim podcastimizi düşünürəm ki, digər sahələrə aid insanlar izləyəcəklər və bizim əsas məqsədlərimizdən biri intellektual oyunların daha da kütləviləşməsinə təkan verməkdir. Bu cəhətdən özünü mən əvvəldən təqdimat hazırlamamışam. Özünü təqdim edirsən. Əvvəl uğurlar. Çox sağ ol. Yaxşı niyyətdir. Belə başlayayım da. 2012-ci ildə yer gəlmişəm, mən başlayanda da intellektual oyunlarda bir qırılma var idi. Hal-hazırda olduğu kimi. 2012-ci ildə universitet daxilində başlamışdım təbii ki. O vaxt Vüqar, Vigo kimi tanıdığımız Vüqar Məmmədov və Emil İsmailin belə deyim, bir puşu var idi. Sonra ilk oyunum oldu hamımızın sevdiyi Xəzər İntellektual Gənclər klubunda. Sonra iqtisadçı və belə də getdi. Başlamışdım universitet qrup uşaqları ilə, sonra belə deyim, mən onlardan ayrıldım, qırıldım və öz yolumdan getdim. Müxtəlif illərdə Berserk, Revolver, Avantgard, Dream Team'də də oynamışam. Belə. Bu qrup uşaqlarının içində təşkilan var, belə söyləşir. Eyni hadisələrdə başıma gəldi. Yəni ki, bir çox intellektualdan soruşsa, bu situasiyanı onlarla qarşılaşırlar. Ola bilər, bu biraz həvəs məsələsidir. Universitet vaxtı, belə deyim də, bir çox halda iki yolumuz vardı. Ya mən də universitetdə oxuyan olmamışam, belə deyim. Mənim bir çıxış yolum buydu. Hobbidən çox həyat tərzinə çevrildi və məsələn sonradan 2014-də Vigo məni Xəncənin koordinatorluğuna gətirdi. Sonra Xəncədə Elmidar məni redaktor təyin elədi filan bəsməkən. Bu belə də getdi. Yəni bir yerdən sonra artıq sadəcə hobbidən çıxdı və bir növ həyat tərzi, qazanc belə. Təmsildən danışmışkən əslində sona saxlamışdım bu sualları. Sadəcə izləyicilərimizə çox maraqlandıran suallardan biridir ki, həmsə əvvəlki əzəmətdən əvvəlki qayıda biləcəkmi, yoxsa gerdə qalır? İnanın mən də çox sıxıram bunu. Çünki hal-hazırda elə bir istiqamətli işlər gedir hal-hazırda da. Çox istəyirəm çünki Xəncə bir yerdən sonra məktəblilərin təkanına böyük rol oynayan platforma idi. Yəni bir yerdən sonra biz elə başa düşdük ki düzgün də başa düşdüyümüzü fikirləşirəm. Məktəblilərə xeyri var. Çünki böyüklər çempionatı, yəni özüm də izləyirdim. Böyüklər çempionatı bir yerdən sonra maraqsızlaşmağa başlamışdı. Suallar bəyənilmədi filan bəsməkən. Bir yerdən sonra bunun başını buraxaq. Biz görələr məktəblilərə respublika çempionatlarının hansından ki düşünürəm ki kifayət qədər adamlar qazanmışıq. Həmin uşaqların özünün məktəb materialını yeyib budurdular deyə onların universitet nəticələri də yaxşı olurdu. Yəni mən ciddi bunu belə fikirləşirəm. Yəni Xəmsənin sırf Azərbaycan məktəbləri üçün müsbət şeyləri çox idi. İndi müəyyən səbəblər var, hansılar ki bizdən asılı deyil. Amma bərpa etməyə çalışırıq. Bu dəqiqə bunun üzərində işlər gedir. Yəqin ki, çoxlar üçün sevindirici xəbər olacaq. Ümid edirəm, mən də sevinirəm. Səni çoxumuz kinoman kimi tanıyırıq. Başlayanda da istəyirəm biraz buna vaxt ayıraq. Kinoman ümumiyyətlə kimə deyilir sənin nəzərində? Burada biraz filmlərə məncə hamı baxır. Yəni bu bir mənalıdır. Amma bir yerdən sonra burada bir incə bir xətt var. Yəni yalnız filmə baxmaqla deyil. Yəni adam tanıyıram, belə deyim də, vedrə kinoya baxır, amma onun həyatına belə deyim də bir təsiri yoxdur. Və yalnız hansısa kvizdə kino tapmaqla deyil bu işlər. Bunu necəsə düzgün nəticələr çıxartmaq, düzgün analiz eləmək, yalnız adamlar tanıyırıq ki, yalnız art filmə baxır. Bu da səni kinoman eləmir deyə düşünürəm. Sadəcə estetik zövqü çox formalaşdırır. Yəni və mən bunun təsirini özümdə çox görmüşəm. Həm intellektual sferada, həm öz həyatımda, həm iş karyeramda. Bundan düzgün, belə deyim də, necə ki Tarantino'nun da özünün bir konkret bir yeni bir orijinallıq yoxdur onsuz, amma orijinal ideya üzərindən getmir. Haradasa baxdığı Tarantino məsələn kino prokat deyilən bir şey var idi. Dönəmdə gənclər bəlkə də bilmir. Bir manata, bir şirvana kaset alırdılar falan. Məsələn elə bir yerdə başlayır.
Prinsipcə mənim də başladığım hissə, yəni atam əvvəl elə bir yeri olub və mən də başlamışam kinoları izləməyə. Yəni bu kinoşünas olmaq üçün mütləq deyil ki, kino məktəbini bitirəsən. Tarantino dediyi də buydu. Mən kinoteatra getməmişəm. Mən kino məktəbinə getməmişəm, kinoteatra getmişəm. Və bunun təsiri mən sonradan məsəl üçün də hər hansı bir ideyada öz sahəm, peşəkar sahəm üzrə bir ildən sonra ideya formalaşdığında mən artıq beynimdə qururam. Çünki beynimdə kifayət qədər çox səhnə, çox musiqi, çox kabel, çox frame var və onu toplayıram və bu mənim açığı tez düşünməmə, tez həmin storytellingi yapmamı çox böyük təsir edir. İzləyicimiz Elvan Həsənin belə bir sualı var idi bununla bağlı. Deyir, əgər yaddaşın itsəydi, yenidən izləmək istəyəcəyim 3 film. O ikisi. Letterboxdakı o siyahılar kimi. Düzü yenidən baxmaq istədim. Yerindəki bu mən hər gün filmə baxıram bilmək istəsək. Ciddi. Yəni çünki baxmadığım gün eləmirəm ki, gün itirmişəm. Amma yenidən baxmaq istədiyim, yəni sevdiyim 3-4 film deyə bilərəm ki, biri məsəl üçün Tree of Life-dır, Terrence Malick'in, Wong Kar-wai In the Mood for Love, Xaç Atasını sevirəm, məncə Xaç Atasını sevməyən adam qaldı. Apocalypse Now ola bilər. Hansılardan ki, belə deyim də, həm yalnız storytellingindən zövq almıram. Ümumi kadrlardan, çəkiliş, Goodfellas ola bilər, Scorsese'nin məncə kino üçün çox böyük işlər görüb. Akira Kurosawa'nın Dreams yuxuları var. Çox rəngli filmdir, yəni hiss olunur ki, kinematoqraf üçün çalışıb. Belə. Çox sağ ol. Yəqin ki, bu siyahıdan da yararlanır. Görürlər, diqqətlə baxır, izləyir, əminəm ki. Ümid edirəm xeyri olar. Səncə intellektual olmaq sosial üstünlükdür yoxsa məsuliyyətli, əlavə məsuliyyətli? Məntiqlə onu dünya sferasında normal insanlardan götürsə bu məsuliyyətli, çünki sən intellektinlə fərqlənən birisən və belə deyim, bununla bağlı bir Facebookda bir paylaşım olmuşdu ki, yəni intellektual dediyimiz cəmiyyətin qaymağı olmalıdır. Yəni bu adamın fikri var, bu adam Facebook məsələsinə ayrı gələsin. Amma yəni o adamın belə deyim də, o adam həqiqətən başqa bucaqdan baxır. O adamın fikri dəyərlidir filan. Bizdə intellektual oyun ilk növbədə başa düşülür deyə bir yerdən sonra bu yalnız əzbərçilik, kvizdə sual tapmaya çevrilir. Buna mən son illərdə çox qarşı oldum. Təbii ki, mən də belə deyim, 10 il qabaq belə deyildi məndə, yalan deməyim. Amma yaşım artdıqca başa düşdüm ki, intellektual dediyimiz adam sırf qaymaq olmalıdır. Yəni o adam səhvi düzü deməlidir. Məsəl üçün Sakurov baxmaq istədiyim filmlərdən biri Russian Ark. Sakurovun belə bir Nikada çıxışı var idi. O hansısa rejissor tutulmuşdu. Nika mükafatını alanda orada bir speech var idi. YouTube'da izləyə bilərsiniz. Və o həmin adam haqqında, tutulan gənclər haqqında, döyülən qadınlar haqqında hər şey barədə fikrini bildirirdi. Belə olmalıdır qaymaq dediyim, intellektual dediyim adam. Amma bizdə biraz bu elə deyil. Bu bizə yalnız intellektual oynanda kifayətlənir deyə düşünürəm. Və burada ola bilsin qabaqlayıram, amma məsələn belə bir sual görmüşdüm Instagramda da ki, bəs kubokla ölçülürmü? Ələr yerindəsən sualaydı. Kubokla ölçülürmü filan bəs məkan? Qətiyyən kubokla medalını ölçülən bilən bir şey deyil. Və bunu kimsə sadəcə oyunda hər hansı bir sualı tapa bilirsə, bu onu intellektual eləmir. Yəni bu mənim qəti fikrimdir. Emin Məmmədov yazmışdı ki, məsələn kubokdan sonra özümüzə intellektual. Elə deyil də, yəni bu idman sahəsində ola bilər. Yeri gəlmişəm, bu səni hər hansı bir səviyyə qaldırır, visual, bunun şeyi yoxdur. Yəni bunun mübahisəsi yoxdur, amma bu həmin adamların bir pozisiyası yoxdur deyə düşünürəm. Yəni bu sənə bir stoika dediyimiz bir şey var. O sənə stoika vermir. Mən daha çox bunun tərəfdarıyam ki, əgər cəmiyyətdə müəyyən bir intellektual oyunlarda 100-150 nəfər nə qədər varsa da, o adamlar əgər məsələn İrfan Orucovu tanıyırsa, İrfan Orucovun fikri onun üçün müəyyən bir əhəmiyyət daşımalıdır da. İrfan Orucov həmin belə deyim, o ramkanın içində doğrudan da düzgün mesajlar verməlidir. Yoxsa
hadisələr olur, göz yumursan. Bu yalnız intellektual oyun sferasında deyil. Digər sahələrdə də. Mən maksimum bununla bağlı fikrimi bildirmək istəyirəm. Kiməsə maraqlı, kiməsə maraqlı deyil. O ayrı söhbət. Amma səhv bildiyim şeyi mütləq ki deməyin tərəfdarıyam və bu işimdə də ola bilər. Çünki mən məsələn bir hal-hazırda bir yerdə işləyirəm və orada da gördüyüm minusları deyirəm. Çünki bu gənc və buna görə təşəkkür daha çox olur, nəinki danlanması. Çünki mənə elə gəlir düzgün olan da budur. Sən səhvi düzdən ayırmalısan və sənə baxıb nəsə götürən adam ola bilər. Və o da görsün və desin ki, tamam, mənə elə gəlir bu pozisiya daha düzdür. Yəni mən intellektual dediyim adam və mən bunu eləməyə çalışıram. Yəni bir yerdən sonra filmə baxmaq da yalnız hansısa kvizdə, hansısa bir oyunda sual tapmağa çevrilmir. Mən sadəcə zövq alıram. Kitab oxumaqdan da həmçinin, fakt oxumaqdan da həmçinin deyirəm, amma bu bir yerdən sonra həyat tərzinə çevirir. Tamam, həyat tərzində bunu da saxla. Yəni yalnız qabaqdan İstiqlal kuboku gəlir, mən girim paket əzbərliyimə dönməsin. Sırf özün üçün bunun digərlərinin qarşısında bir üstünlüyü varmı? Açıq danışaq ki, var. Çünki bir kollektiv daxilində elə ola bilməz ki, sən bu qədər informasiya alsan və digərindən özünü necəsə fərqləndirməyəsən. Çünki mən vaxtımı buna sərf eləmişəm. Sən sərf eləməmisən. Bu mənim üstünlüyümdür. Facebookda Rövşən Əsgərovun son çıxışı ilə bağlı bir postun var idi. Hə, elə oldu. Elə bu dediyimdir. Yəni bizdə Azərbaycanda gördünüz də onu. Yəni bəzi şeyləri tamam, ola bilsin sənin qabağında çox böyük bir sərhədlər var. Bu sərhədlər hamıda var. Yəni amma müəyyən şeyləri məncə demək lazımdır. Türkiyədə bu daha çox özünü yaxşı formada göstərir. Məsəl üçün də İlber Ortaylı falan. Məsələn, onlar hiss olunur ki, doğrudan da cəmiyyətin intellektualıdır. Orada nüfuz məsələsi də var. Yəni cəmiyyətin böyük hissəsi İlber Ortaylı'nın nüfuzuna görə onu hörmət edir və dövlətə müəyyən qədər bu təzyiq. Rövşən Əsgərov cəmiyyət öz-özünə yeyib açıqdır. Amma ki, Rövşən Əsgərovu 2000-lərin əvvəlində ideallaşdıran adamlardan biri də mən idim. Təbii ki, oyunlara daha çox gəldikcə və tanıdıqca başa düşdüm ki, hər şey belə deyil. Amma ən azından məndə o şey oldu ki, yəni mən başa düşdüm ki, yox, bu adam deyil o. Və başqa bir pozisiya tutmalıyım. Və yaxud da bizim müəyyən bir yazıçılarımız var. Yazıcı, məsəl üçün cəmiyyətin intellektualıdır. Yazıçıların pozisiyalarından baxırsan, məsələn, Akunin səhifələrincə də güclüdür. Onu məsəl üçün izləyirəm Facebookda və onun bir onurğalısı var ən azından da. Onurğa da sənə stoyka verir, dik dayana bilirsən. Və ən azından gecə yatanda da düşünmürsən ki, mən bununla bağlı bir fikir bildirməliydim kimə gəlir və mən məsəl üçün bilmirəm, biraz diqqətlə baxsaz, demirəm, oturun mən profilimi izləyin, amma baxsaz görə bilərsiniz ki, mən bir çox halda 80% halda mən nəsə ölkədə baş verirsə və ya daha hansı bir proseslə bağlı fikrimi mütləq ki bildirmək istəyirəm. Bildirməliyəm kimə gəlir. Yəni bu biraz məcburiyyət yox da içimdən gəlir ki, mən bununla bağlı pozisiya bildirməliyəm. Mən fikirləşəm ki, sənin yaxşı yumor bacarığın var. Hər halda işimdə də bu. Mən də elə fikirləşirəm, amma mən elə fikirləşmirəm. Yaxşı yumor bacarığı intellektin göstəricisidir, yoxsa bu, yəni necə deyim, intellektual insanda yaxşı yumor bacarığı formalaşır, karadol var. Ümumiyyətlə, yaxşı, belə deyim, intellektual oyun sənə iti beyinlik verir. Yəni, beynin tez fikirləşir. Digər, orta statistik bir insandan fərqli olaraq. Çünki bizdə məntiq odur ki, 60 saniyənizi tapmalısan, tez gəlməlidir falan. Bu 100% sənə iti beyinlik verir. Bu avtomatik olaraq çox informasiyan var. Bir də məsələn, mən həm də təlimlər bilirəm. Seminarlar olur, çıxışlar olur. Böyük auditoriya qarşısında. Yəni bunu bir neçə mən özümə bir stilistika tutmuşam və burada da pis olunur ki, mən o stilistikanı yedirəm. Yəni aqressiv, nə mənada aqressiv? Yəni tez cavab, sürətli cavab, gülməli cavab falan. Bu illərlə formalaşan maksimum George Carlin stilistikası, Dave Chappelle stilistikası, hansılar ki yumora istiqamət verir. Yəni sürətlə Cem Yılmazın özü iti beyinli insanlardır və bunun illər ərzində yığılan bir bagaj olduğunu inanıram. Ki məncə belədir hamıda da. Türklərdə bir söz var, ağzı laf yapıyor. Yəni bunun üçün gərək maksimum informasiyalı biri olasan, dediyindən əmin olasan. Yəni bunun 100% təsiri var. Maraqlı bir sual
düşünürəm ki, olacaq. Zamanı əgər geri qaytarmaq olsaydı, Sfera belədiyim hansı hərəkəti dəyişərdi? Sferada çox şey eləmişəm mən bilməsinizsə. Amma bir çox halda Nə eləmişəmsə yaxşı eləmişəm. yox, yaxşı eləmişəm deməyəcəm, amma peşman da deyiləm çünki bir çox halda zaman göstərir ki, bəzi dediyim şeylər bir çox halda gəlib öz yerini tapır. Tamam, mən bunu biraz daha açıq formada demişəm ola bilər, amma bu elə mən eləyən şeylərdən biri kimi düşünürəm. Mən siyasət işlədən biri deyil. Hardasa inboxda da danışım. Yəni bir nəsə narazılığım varsa onu birbaşa bildirirəm. Bundan qabaqki bizdən böyüklər üçün də elə eləmişəm. Öz yaşlarım üçün də eləmişəm, özümdən sonrakılar da onu tətbiq edirəm və bir çox halda sevilməyən biri olacağımsa buna görə. Amma ən azından bilsənizə, yəni deməyəcəklər ki, litsimeriya deyiləm, 200'lük ola bilsin litsimeriya. Yəni 200'lük eləməmişəm. Yəni konkret nəsə xoşuma gəlməyibsə, adi intellektual oyunlardan reklam sahəsinə bir keçid oldu. 2018-2019. Bir çox halda tutmadığı kimi hamı bir-birini düz elədilər bilməsinizsə. Yəni bunu universitet təzə bitirmişik, nə eləməliyik? Hamı bir-birini dartdı. Mən həm özüm istəmədim, həm də onsuz da dartılmadım. Mən özüm öz yolumu tapmalıydım. Və bununla da ən azından indi deyə bilərəm ki, bununla da biraz öyünürəm ki, mən dartılan biri olmadım. Yəni özüm başa düşdüm ki, nə etməliyəm? Mənə kömək olmayacaq, mən kömək istəməyəcəm. Tamam, kömək istəməyəcəm. Nə etməliyəm? Onda özüm ayaq üstə durmalıyam və bunun çörəyində çox yemişəm ki, yəni ən azından dilim qısa deyil. O siyasət işlətmə məsələsi məsələn mən özüm də bəzi problemlərdə böyüklərin məsləhəti siyasət işlər, nə bilim. Siyasət ən qədim iki peşə var. Biri siyasətdir, ikincini deməyəcəm. Eləyə bilmirəm. Yəni məncə biraz daha bizi individual eləyən şeylərdən biri də odur deyə düşünürəm. Yəni Quizlərlə bağlı Facebook postun olaydı. Tam olaraq yəni orada nəyi nəzərdə tutduğun, səncə quizlər intellektual nezikdir, yoxsa yeni nəfəs gətirir? Mən çoxluğu ilə bağlı deyəsən. Çünki belə bir şey deyim də, intellektual oyunun özünün, quizi mən intellektual oyunlardan ayırıram. Bu bir. Çünki birincisi şoudur. Yəni əyləncəli tərəfi var. İntellektual oyunlarla da bağlı çox klubun, çox oyunun olması oyunlara ziyan deyil. Amma eyni vaxtda, eyni saatda oyunun olması bu artıq çünki bir konkret hərəkatımız var. Yəni bunun o yanı bu yanı yoxdur. Rus dilini mən saymıram çünki Azərbaycanda rus dili çempionatının keçirilməsi mənə biraz məntiqsiz gəlir. Amma hər bir halda bir konkret hərəkatımız var. Və burada yenə deyirəm 100-150 nəfərdir. Hamı bir-birini adab tanıyır, hamı bir-birini üzdən tanıyır. Bunu bölmək, bunu ayrı-ayrı şeylərə salmaq, bu artıq məncə hərəkatda biraz zərbədir, açığı. Eyni ilə də quizdə maraqlıydı. Mən orada qeyd eləmişdim ki, bir quiz maraqlıdır, 2 quiz okeydir, 3 quiz tamam, amma 4-5 quiz çünki bir yerdən sonra sən də gedirsən də, bir yerdən sonra quizlər başladılar eyni vaxt eləməyə, eyni zalda eləməyə, eyni sponsorlarla eləməyə, eyni şeylər falan baxırsan ki, bir yerdən sonra bu yalnızca biznes, yəni biznesi təmsil edir. Və onlarda bir çox halda ilkin məntiq, bəli, keyfiyyət daşa düşür təbii ki, və bir yerdən sonra yalnız gəl korporativlərə yönələk. Çünki orada pul var məntiqi ilə işləyir. Yenə də mən bunun səhvliyinin düzlüyünü sorğulamıram. Sadəcə mən eləmərəm. Çünki mənə də təkliflər olub, mən özüm də istəmişəm ki, quiz falan, amma başa düşürəm ki, bir yerdən sonra mən kimlərlə üz-üzə qalmalıyım və yaxud da nələrsə eləməliyəm, hansı korporativlərə yazmalıyam, hansı korporativlərə getməliyəm. Bunu eləməyəcəm böyük ehtimal ki, çünki mənə sual yazmaqda, marafon mənə ona görə xoş gəlir. Marafonda heç bir öhdəlik yoxdur. Marafon yalnız bizim. Marafonu yalnız biz eləyirik. 70 manat, 100 manat, indi sən məndən daha gəncsən, amma qoşulmusun böyük ehtimal ki, o siyahıya. Məsələn, standart bir ödəniş olur, 80 manat, 90 manat. Top komandalardan deyirlər ki, 150 manat. Bunu əvvəlcədən razılaşdırmış bir şeydir. Yəni ilk 5, 6, 7 komanda 150 manat. Kimlər ki bir-birini tanıyır, 150 manatdan verir. Çünki istəyirik bu olsun. Bəli, 100 var. Və bunu sorğulanmırsan da, yəni belə də olmalıdır. Marafon sorğulayan bəzi təşkilatlar var idi o məsələyə inşallah. Bu okey. Yəni görürsən, yəni çünki bu marafonu başlayanda biz belə başlamışıq. Marafon bizim. Yəni marafonda heç kim, marafon biraz olimpiyada məntiqidir. Yəni bu müddətdə müharibə olmur. Yəni sevdiyim format da budur.
Yoxsa bir yerdən sonra bunun məsələn grant udulur, ay pul yeyildimi, yeyilmədimi, hansı xərcləndimi filan bəs məsələn bu tip şeylər məni çox sıxır və düşünürəm ki, intellektual oyunun tamam qazanmalısanmı, intellektual əmək mütləq ki qiymətləndirilməlidir. Özü maddi 100%. Ə, yəni qəpik quruşa dönər aynadan sual yazılmamalıdır. Bu 100%. Amma bir yerdən sonra sən burada bunu bir biznesə çevirməməlisən. Yəni çünki intellektual oyun bu məktəblidir də, yəni məsələn belə bir şey olmuşdu, biraz qırağa çıxacağam. Bu yaxınlarda Azərbaycanda Cannes Lions festivalı oldu, reklamçıların və o gənclər üçün idi. Young Lions Azərbaycan. Orada müəyyən bir fix bir ödəniş var idi. Ödənişin çox olduğunu düşündüm. Yəni bilmirəm indi Orxan Kərimov izləyəcək, buradan salam izləyəcək ya yox, amma mən doğrudan düşündüm ki, bu ödəniş çoxdur. Bir nəfər üçün 100 manatdan çox ödəyir desəm. Əgər bu hansısa bir universitet tələbəsini və ya yeni bitirmiş, junior dediyimiz, intern dediyimiz, ya da middle səviyyədə də olsun, onun üçün bu ödəniş prinsipdə çox ola bilər. Amma belə festivallar sırf onlar üçündür. Yəni oturmuş yerini tutmuş adam 100 manat mənim üçün problem deyil, amma onsuz da mən iştirak eləmirəm orada. Və bu mənim üçün də deyil. O yaşda adamların bir çox halda gəliri onsuz da o qədər səviyyədə deyil ki, onlar rahatla 100 manat ora versin, 100 manat bura versin. Prinsipcə intellektual oyunlarda da o məntiq işləyir deyə düşünürəm. Yəni baxırsan fantastik qiymətli kvizlər var. Yəni ödəniş plus yer pulu plus o plus bu. Yəni bu biraz mənə elə gəlir əyləncəli formatdan çıxır. Nəzərə alsaq ki, həftənin 7 gündə kviz var. Başa düşürəm. Bu Azərbaycan Kubokunda ödəniş qoymuşdu da bir əvvəl. Aha. Biz iradımızı bildirəndə bizə belə bir cavab aldıq ki, insanlar məsələn marafona pul ödəyib gedə bilirlər. Bura niyə gəlmirlər? Aslında burada çox böyük bir fərq var. Qrant layihədir və bu bizim öz könüllü sən dediyin kimi öz istəyimizlə verdiyimiz bir şey. Əgər əvvəldən belə bir müraciət olsaydı ki, yəni şəffaf bir şəkildə Geri gəlmişkən onun müzakirəsi də oldu ki, həmin adamlarla geri gəlmişkən bir şey eləmək istəmirəm, amma bu qabaqcadan danışılsaydı, yenə deyirəm, heç kim bunun qabardası deyildi ki, niyə bu formada, niyə belə bir şey? Çünki başa düşürük ki, hal-hazırda intellektual oyunları müəyyən bir dirilmə olmalıdır və lazımdırsa bu qədər, yəni verək bu qədər. Maksimum onsuz hamı çalışır, hardansa sponsor cəlb eləsin, cibindən nə qədərsə versin. Marafonları biz əvvəl mən evdən A4-lər gətirirdim. Nə bilim, Vigo hardansa çay gətirirdi, Elmdən nə gətirirdi, Eşən gedib öz işinlə danışırdı, oradan nəsə qlambatım ki, belə olurdu bu format, bu marafon. Yer gəlmişən ən uzun müddətli yarışlardan da biridir. Amma məsələn grant udulan layihədə bilmirəm, orada müəyyən problemlər çoxdur orada. Çünki sonra görüşdük. Orada suallar çox idi. Sadəcə hər bir halda bunu qabaqcadan danışıb da eləmək olardı. Mütləq ki bu format hamıda təbii ki birinci reaksiyası etirazdır təbii olaraq. Sadəcə müəyyən etaplardan keçib danışaraq. Çünki yenə deyirəm 100-150 nəfər bilmirik ki, çox balacadır bu bazar. Hamı bir-birini tanıyır, hamı bilir nə baş verir, nə gedir. Bunu bu formada etməmək olardı. Yenə deyirəm, adi bax bayaq dediyimdə, yəni oyun bir neçə klubun olması, bir neçə oyunun olması da normaldır. Əvvəldə Xəzərdə var idi, Qısası da var idi. Bazar günü çıxıb hətta oradan başqa kluba da gedə bilirdik. Azərbaycan klubu da var idi, nə bilim Diplomat klubu, İçərişəhər klubu var idi. Yəni bir neçə yerə gedə bilirdik. Amma bu maksimum toqquşma olmadan olmalıdır. Çünki yerdə qalan halda biraz separatizmə dönə bilər. İstədi, istəmədin. Yenə deyirəm, hərəkat birdir. Gəl bunu maksimum soft eləməyə çalışaq. Buradan qazanc umaraq eləməyə. Bu çox tez hiss olunur. Yəni bu məsələn yenə deyirəm biz ilk etiraz edən o həmin prosesin ilk etapında biz var idi. Sadəcə bizə belə bir cavab gəldi ki, bundan sonra heç kimə pulsuz heç nə yoxdur və biz yığıldı da bir yerdən sonra sən məlum məsələlər. Bu şeylər hamısı üst-üstə yığılır və görürsən ki, müəyyən şeylər həqiqətən hərəkatın inkişafına hesablanmayıb da, burada sırf fərdi qazanca hesablanır. Yəni də maraqlı deməli postum var idi Facebookda. Taksi sözlərlə bağlı. Sən taksi sözlərlə bağlı ümumiyyətlə biz neçə illərdir izləyirik. Azərbaycanın dementorlar taksi sözü kimi. Taksi sözünü mən Xırdalanda yaşamağımla əlaqədar. Bu həm də mənim belə deyim də bir reklam yazarı olaraq formalaşdıran şeylərdən biri olduğunu düşünürəm. Çünki
orada bir yerdən sonra o hadisələri birikdirməyə başladım, yığmağa başladım və ciddi yazdığımın 90% oldu. Böyrünü başını düzəldirəm təbii ki də, amma yazdığımın 90% oldu. Bunun həmin yer gəlmişəm. Uzun yol getdiyimə görə kitabda çox dinlirdim, filmə də baxırdım yolda. Yəni Xırdalanda qalmağımın dezavantajını mən müəyyən qədər avantaja çevirdiyimi düşünürəm. Stəkanın elə dolu tərəfinə baxmaq da budur. İntellektual oyunlarda da bu prinsipcə eynidir. Yəni tamam, gəlin dağıdaq hər şey. Bu bizə nə verir? Coviddən sonra təzə dirilmirdik. Bu yəni bizə heç nəticə verməyəcək. Yəni oturaq daha belə konstruktiv şeylər danışmağa çalışaq. Müəllim olmaq istəyən adamlar yox da, o həqiqətən oyun üçün çalışan adamların toplansın. Peşəkar intellekt liqasını yaradanda da eyni məntiq idi. Klub anlayışından çıxıldı. Yəni bir yerdən sonra yalnız bir liqa var və hamı onun maksimum pil başlayanda ümumiyyətlə hamı sual yazırdı və paketlər bir yerdən sonra doğrudan bomba paketlərdə çıxıb 3 sual hazırda görə bilərsiniz. Bilirəm, ben özüm o vaxt oynamışam. Bəli, bəli. 3-4 tapırdı, ama yenə gəlirdi. Bəli, çünki bombaydı. Hamı oradaydı. Yəni bir yerdən sonra bu biz liqadı, Çempionlar Liqası var məsələn hardasa Azərbaycan çempionatı kuboksa da olacaq, amma bu çempionat, bu liqadır. Burada da udmaq lazımdır. Burada da güc göstərmək lazımdır. Bir yerdən sonra o da dağıldı. Yəni indi faktiki bir yerə gələ bilməmişik. Buradan da bir storytelling çıxardıb yazmaq istəyirdim. Elə məsələn son hadisələrlə bağlı. Sadəcə müəyyən mən elə başa düşürəm ki, bu yalnız mənim baş qoşmalı olduğum bir şey deyil. Daha müəllim daşın altına qoymalıdır. Çünki ya tamam ya davam kimi bir şey olmalıdır. Yəni biz təzə əgər bir yerə gəlmişiksə, yalnız gəldim, oynadım, çıxdım, getdim də biraz egoist yanaşmaq kimi gəlir mənə. Qış kubokundan sonra yazmışdım ki, Enaşın crossword olmamalıdır və səncə ideal sual qılması necə olmalıdır? Bu oyuncu nöqteyi nəzərindən də sual verir. İlginç ki, mən Xəmsədə sual yazdım. Bizdə də çünki eyni. Tural Dadaşov, buradan öpürəm onu. Tural Dadaşovun həmişə tələbi olur ki, sual tapılmalıdır. Razıyam ki, sual tapılmalıdır. Sual tapılmamaq üçün yazılan sual olmamalıdır. Amma məsələn, son İstiqlal kubokunda, bu qış kubokuna bağlı yazdığımı xatırlamıram, amma yəni ki, düzəlmişəm. Son İstiqlal kubokunda məsəl üçün, mətnlərin uzun olması filan bəsməkən, tamam, müəyyən bir minuslar olmalıdır da. Amma ümumiyyətlə son dövrlər oynadığım, son neçə ildəsə oynadığım ən ideal paketlərdən biridir. Çünki mən düşünürəm ki, intellektual oyun məhz bu formatda keçirilməlidir. Yəni hardasa bir faktı bilən komanda tapır. Sən komandada o faktı bilmirsə, ya tap ya öl məntiqini işləməməlidir. Komandada 6-13-ün 6-sı da işləməlidir, danışmalıdır. Durizm bir sözü var ki, soruşublar intellektual olmaq üçün nə etmək lazımdır? Ki, məktəb materialını bilmək kifayətdir. Təbii ki, biraz atıb, amma ümumiyyətlə məntiq elədir. Sənin müəyyən bir bagajın varsa və belə deyim də, sənin bir həyat tərzin var. Sən ümumiyyətlə film sevən birisən, kitab oxumağı sevən birisən. Bunu yalnızca gələn həftə İstiqlal kuboku olacaq məntiqlə eləmirsən. Və bu adamın gəlib orada sual tapması budur. Məncə ki, intellektual oyun, ştolgekar və nə deyilsə. Və həmin, məsələn, sonuncu İstiqlal kubokunda onun təsiri, mən elə istəyirəm ki, paket bu formada olmalıdır ən azından. İdeal paket deyə bir şey yoxdur, amma mənə elə gəlir ki, bu 10 üzərindən 9 verə biləcəyim çox, 9 yarım verə biləcəyim çox paket idi. Çünki belə qeyri-adi cavablar çıxırdı, danışırdıq. Cavab çıxır, bilin, tapmaq olardı, yaxın idi, filan bəsməkən, belə reaksiya verilməlidir. Yoxsa nəsə çıxır, bilmirsən nədir, Wikipediyada bir məqalədir, neynirəm axı bunu? Xəmsədə də məsəl üçün, məktəblərə yazdığım suallar, bu məktəbdən qıraqda olan mövzular deyildi. Məktəbli bunu bilir. Amma sən başlayırsan sual dəyişməyə, maraqlı eləməyə. Burada da bir reklamçı kimi bunun da mənə təsir oldu. Çünki mən artıq fantaziya ilə işləməyə başladım. Mən başa düşdüm ki, öz məsələn yazdığım suallara görə deyim. Mən bir yerdən sonra başa düşdüm ki, çox kitab oxumaq vaxtım, resursum buna alınmayacaq. Mən bir yerdən sonra ideya sualına köklənməliyəm. Müəyyən qədər hər paketimdə, hər marafonlarda, hər yazım yerdə ideya sualı verməyə çalışıram. Amma ümumiyyətlə paket düşünürəm ki, danışılaraq tapıla bilən sual belə olmalı. Yoxsa
gəldik və mən olub iş yoldaşlarımla getmişəm kino kvizə. Kadrı verib, bilmir. Tamam, o necə tapsın onu? Mən tapıram, tamam. Amma bu artıq bir yerdən sonra cığallıq kimi gəlir. Ən yaxşısı biraz məntiq işlədir. Bir şey də var. Məsələn, kinomanlar dediyimiz adamlar gəlirlər və məsələn adi bu Hangover film kvizdə onlar məsəl üçün məntiq suallarını tapa bilmir. Yəni hansı çevrə sualı. Biz tapa bilirik. Çünki bizim təcrübəmiz ona imkan verir. Bunun müəyyən bir üstünlüyü var. Amma sual dediyimiz adında puant deyilən bir şey var. Sualın puantı. Hardasa söz əlavə uzun mətndə belə hansısa bütün sözdə işləməlidir kimi gəlir. Və yaxud da bir cümlədən ibarət sual çox azdır Azərbaycan dilində. Düşünürəm ki, belə mütləq ikinci hissəni verək. Asan başla, çətinləşdirək. Bax, məsəl üçün bəlkə danışırıq ki, sualları asanlaşdırmaqla bağlı. Tamam, ola bilsin sifarişçinin əlaqəli ola bilər, amma əvvəl peşəkar intellekt liqasının mahiyyəti buydu ki, peşəkar intellekt liqası hamı üçündür. Müəlliflər, komandalar, orada çox rahat 30 komandadan çox yığılırdı. Eynilə müəlliflər, bütün müəlliflər yazırdı filan. Bizim məsəl üçün əvvəl iqtisadçıda oynayanda oradan Xəzərdə də prinsip elə idi. İkinci liqada oynayan komanda birinci liqaya çıxanda yəni birinci liqaya çıxmaq sual müəllifliyi deməkdir və bu sənin üçün böyük lütufdur ki, sən bu auditoriyaya sual yazırsan, sual oxuyursan. Düşünürəm ki, orta və ortadan biraz yuxarı suallarla oynamaq lazımdır. Mən ki, gəlin asanlaşdıraq bu krossoverda dönsün, kvizə dönsün filan. Bunun xeyrinin olmadığını düşünürəm. Yəni bu sadəcə vaxt almaqdır. Məsələn biz Xəmsə kitablarını görmüşdünüz də, Xəmsə 1-2. Yəni onu bir sevinçlə kimi oynayırdıq filan və ya da bir paket varsa gəlin oynayır. Bu asudə vaxtın təşkilidir. Amma gəlirsən peşəkar intellekt liqası deyirsənsə, burada mütləq ki sual eşitməlisən. Təcrübəli adamın sualını eşitməlisən. Təcrübəli olmalısan, təcrübə yığmalısan. Burada artıq universitet tələbəsi gəlir, tamam da biz döyülmüşük də, döyülə gəlmişik. Yəni məncə orta səviyyənin yuxarı olmalıdır bu sual. Mənim Xəmsə ilə birinci dəfə tanışdığımda görmüşdük. O cilt kitabı da bizdə Bəyanət Liseyinin məzuniyyətindən bizdə uşaqlar çox maraqlayıblar intellektual oyunları. Bir şey gördüm ki, həyatda nəsə oynayırlar. Funiklyorun nə bilim mövzun filan şeydir. Funiklyorun aşağısındakı heykəl kimi heykəldir. Arxadan deyirəm Bəhramcur filan şey falan. Ani qayıtdılar ki, bəs bunları hardan bilirsən? Deyirəm bu çox sadə bir şeydir. Yəni yoldan keçdin, yolun qırağına baxsın adı. Ən azından uşaqlıqda kimsə atasına soruşur, necə olur sənə izah edir. Bu sadə bir şeydir. Yəni bu insan özü buna maraqlanmalıdır. Bu cür biz gəlmişik də. Yəni bugün burada sferada olan insanlarda sən demiş məktəb materialları önəmində bunu müəyyən qədər mənimsəyib gəlmiş adamlar. Peşəkar intellekt liqasının bu dəqiqə bu vəziyyətdə olmağının əsas səbəblərindən biri mənim öz şəxsi fikrimdir ki, burada düzgün işləmək falan bunlar ayrı məsələdir. Böyük bir səriştəsizlik var. Necə deyim? Sən demişsən, sən özün də qafes sahəsində oynayırsan. Böyüklərlə bir məsləhətləşməyə, bəlkə günlərinə qaytarmağa əvəzinə çox belə səriştəsiz şəkildə, nə bilim, təcrübəsi olmayan şəxsə. Mən gənclərə ümumiyyətlə yol açmağa tərəfdarıyam. Amma son dövrlərdə peşəkar intellekt liqasındakı təcrübə onu göstərir ki, gələn gənclərin böyük əksəriyyəti böyük xəyal qırıqlığı uğradı. Çünki bunların bazası yoxdur və onları rəhbərlik edəcək şəxslər müəyyən qədər səriştəsizlik var, müəyyən qədər düzgün iş getmir orada. Mən özüm də prosesin içində olduğuma görə. Yəni bu peşəkar intellekt liqasının əvvəlki vəziyyətinə qaytarmaq hamı istəyir də təbii ki. Amma bunun üçün bir çıxış yolu var. Yəni mən bunu da bildirmişdim ki, peşəkar intellekt liqasını bu vəziyyətdə görmək istəmirəm açığı. Çünki peşəkar intellekt liqası səhv edə bilirəm 2016-cı il idi bəlkə. Yəni orada danışan adamlardan bir, ya həmin söhbətdə mən də olmuşam və Seymur Teymurun özü, Elgün Ataliyev, Tural Dadaşov oradaydı, Elmidar, sonradan Elşən filan. Yəni biz daha dediyimiz bütün ağsaqqallar. Və nəticə gəlindi ki, yəni bir ümumi liqa üzərindən gedək. Həmin vaxtı səriştəsizlik deyirsən, indi sadəcə yanaşma dəyişib. Məncə həmin ağsaqqal dediyimiz adamların özlərinin yanaşması. Mən sözünü kəsdim. Seymur Teymurovla mən də özüm danışanda o mənə dedi ki, bu sənin dediyin şeylər dediyim. Amma fikir verirsən ki, uzun müddət prosesdən kənarda qaldığına görə həmin elə bilir ki, əvvəlki əhval-ruhiyyə alqağa var şeylər. Yəni olmayacaq da. Yəni bu tamam da indi bir məsələ var da. Yenə deyirəm, bu vəziyyətə görə güclü olan yox, adaptiv olan qalib gəlir. Gəlin biz adaptasiya olmağa çalışaq. Bir yerdən sonra o
tanıdığımız ağsaqqalların artıq eyni dərəcədə involve olmasını gözləyə bilməyəcək. Tamam. Deməli, biraz daha aşağı belə deyim, pokoleniya düşək, generation düşək. Tamam, gəlin onlarla işləməyə çalışaq. Amma mütləq ki, necə ki, məsəl üçün AFFA ilə bağlı filan deyir ki, mütləq ki, futboldan çıxan adam olmalı. Bəli. Eləcə də həmin sferalarda mütləq ki, çeykada olan Olmayanda da problemlər yaranır. problemlərlə 100% problemlər yaranır. Heç kim demirik, yəni manage eləmək qabiliyyəti olan, belə deyim, bir növ. Çünki bu layihələr bir növ kimlərsə pul qazanmalı olduğu layihələrdir. Bunu da qəbullanaq. Xəmsədə prinsip elə məntiq var idi ki, biz məsəl üçün suala yönəlirdik, oyuna yönəlirdik, amma məsəl üçün müəyyən qaydalar var idi. Yazılmamış qaydalar var. Ona mütləq əməl etmək lazımdır. Tamam. Bunun manage hissəsini qoyduq qırağa. Buna biz qarışmırıq. Amma oyunun keyfiyyətini salmayaq. Nəyə qədər Emilio Sulu demiş vicdan məsələsi var. Vicdan məsələsidir. Bəli, ciddi vicdan məsələsidir. Vicdan və vizyon. Bəli, bu çünki belə deyim də öz yediyin qaba da tükürmə də, yəni oranı kirlətmə. Bizim bu bir yerdən sonra küstürəsən, mən bir yerdən sonra gəlməyəcəm və mənim belə deyim də gözümü açandan, həyatı dərk elədiyim dövrdən bəri mən bu zibilin içindəyəm və mən buradan qopa bilməyəcəm böyük ehtimal. Məni buradan qopartmayın, xahiş edirəm. Bu səbəblərə görə. Əvvəl məsəl üçün xəmsə var idi, məktəblilər filan, universitetlər, rayonlar, hansılar ki, ən azından gəlib hamı kirini orada tökülürdü. İndi o da yoxdur. Hardasa necəsə bilmirəm, məktəblilər və universitet liqaları var deyəsən. Ən azından onları da davam eləmək lazımdır. Məktəb liqası böyük problemdir əslində. Məktəb liqası böyük problem. Əksər klublar edə bilmir. Yəni həm icazə məsələləri, həm 100%. Bu problemlər daha çox artmağa başladı. Nəinki məsələn 2013-2014-də. Yadımda ki, məsələn məktəbli Xəzər məktəbli var idi, Nəriman yazırdı. Xəmsə yeniyetmələr var idi, Elmidar yazırdı, sonra məni qoşulur falan. Yəni bu ən azından bir təkan idi. Bir çox sonradan tanıdığım adamlar oradan gəlir özləri. Nərimanın özü oradan gəlir, Heydər oradan gəlir falan da. Amma indi ola bilsin biraz o türklər demiş alt yapı yoxdur. Gəlin, heç olmasa bu üst yapını saxlayaq. Yəni ən azından orada mütləq deyil ki, alt yapı olsun, amma ki, heç olmasa bir özümüz elib özümüz uduruğa dönməsin də. Yəni hamı üçün maraqlı olsun və intellektual oyunun pluslarından biri odur ki, burada çox təklük sahələrdən biridir ki, burada tapış keçmir. Burada doğrudan güclü olan qalib gəlir. Burada kim sualı çox tapmır. Azərbaycan kuboku formatlarını filan mən o head to head'i filan bəyənmirəm. Çünki mənə elə gəlir intellektual oyun elə olmalı ki, çox sual tapan odur. Kim çox sual tapdı udutsun. Amma mənə qədər maraqlıdır. Maraqlı demək olmaz. İli ərzində elə bir memorialdır da prinsip desəyin ilmətidir. Amma bu yeganə sahədir ki, doğrudan öz bilik və bacarığınla qabağa gedə bilirsən də. Yəni buna kimisə qabağını almamalıdır belə şeylər. Yəni sualın keyfiyyətinin yəni rus dilində paketlərə baxırıq. Adamlar harap uçur gedir. Biz hələ də yəni biz neçə ildən sonra İstiqlalda gördük yaxşı paketi. Yəni belə olmamalı deyə düşünürəm. Birlikdə oynadığın oyunçulardan ideal altılıq oyunlaşdırmanı istəyəcəm. O izləyicilər üçün maraqlı olacaq bizim üçün. Birlikdə oynadığın üzərindən gedək. Həmişə oyununu bəyəndiyim və Azərbaycan üzrə məncə ən stabil oyunçulardan biri Emil İsmayılı deyirəm. Hər komandaya lazımdır. Hal-hazırki forması ilə Heydər Həmzəyevi deyə bilərəm. Fuad Eminovun suala yanaşmasını çox bəyənirəm. Fuad belə deyim 60 sual danışan adam deyil. Amma Fuad danışdısa bir çox halda demək olar bəlkə də o sualı çözüb mən başa düşməmişəm. O düz danışır. Sırf atmosfer oyunçuları yəni də təbii ki güclü oyunçulardır, amma həm də bir yerdə oturmaq istədiyim adamlar məsələn Nəriman Vəliyev, Rəsul Balayev, altılıq olmaqsa özüm də əlavə edeyim cəhsiz. Bayaq da Heydər Həmzəyevin seriyası düşdü. Bizim məsələndə biz xəmsə oynayanda o var, məktəbdə var. Bizə gəlib qıraqdan indi başqa insanlar izləyəcək, sferada olmayanlar. Yəni əksəriyyət elə bilir ki, biz xəmsəyə çıxırdıq, bizə əvvəldən suallara cavablar verir. Mənim atam elə bilir. Hə, deyirsən. Mən bir dəfə 61-də yaxşı oyun müzakirə etmişdim. TikTokda paylaşmışlar. Altdan kimlərsə yazmışdı ki, hansı yəqin milyonerin oğlu doğru da ona cavablar verir. Milyonerin oğlu 5.000 ötürü orada sözülmaz. Yəni belə səmlər də var. Mən efir vasitəsi bu vasitələ də demək istəyirəm ki, onlar yalan olacaq, həmiş olacaq.
Mir Kamil Əlifovun sualı var idi. Biraz humoristik yanaşır. Deyir ki, sən isə yoxsan Xəzər Əvlət kimi misrasını necə başa düşürsünüz? Heç cür başa düşə bilmirəm. Amma bu belə bir şey deyə bilərəm. Ə, Xəzər klubu yəni məncə klubu fərd olaraq bölməyək. Yəni bunu bir sayıraq. Çünki bilmək istəyirsə mənə görə brendi, klubu, hərəkatı fərdlər formalaşdırır. Yəni brend deyə bir anlayış, klub deyə bir anlayış yalnız fərdlərin özünün şəxsi vizyonu üzərində qurulur. Amma hal-hazırda məsələn bir olan vəziyyətdə klubu fərdlərdən ayırmaq lazımdır və yenə deyirəm, hərəkat bir dənədir. Bunun kimisə umuduna, güdazına buraxmaq lazım deyil. Bu mənə elə gəlir, mən elə yanaşıram şəxsən. Bir yerdən sonra bunu bu məsələn deyir marafon hər kəs üçündür. Peşəkar intellekt liqası hər kəs üçün idi ən azından. İndi də o Xəzər klubu ixtisasçı indi bir yəni ixtisasçı mənim doğma klubumdur. Mən ixtisasın idarə heyətində olmuşam. Mən ixtisasın idarə heyətində məsələn axırıncı sonuncu istiqlalda məsələn prezident, klub prezidentlərini falan çağırırlar. Məndən soruşuldu ki, sən klub prezidenti olmalısan. Çünki mən klub idarə heyətində olanda Emil İsmail, Vüqar Məmmədov, Elşən Quliyev, Babək Qasımzadə, Sadiq Yusifi, Asim bu adamların üstündən mən klub prezidenti olmalıyım. Gərək hamısı ölsün bir təyyarədə olmasın. Yəni Xəzər klubu ya bunu bir Xəzər bəlkə ki hansı bir fərdlə şey eləməyək, yekunlaşdırmayaq. Xəzər bir hərəkatdır deyək də buna. Və bu bizimdir, belə deyək. Mən ona görə bu söhbətlərdə məsələn mənim pozisiyam sırf şey tərəfdən idi ki, mən Xəzər klubunu belə görmək istəmirəm. Tək Xəzər yoxdur. Safçı olsun, digər klublar hansılar ki, əvvəldən doğru illər boyu fəaliyyət göstərirlər. Amma yəni bütün buna bir hərəkat deyək və mən hərəkatı bu vəziyyətdə görmək istəmirəm. Ortaq hissəyidir. Bayaq oxşar sual vermişdim. Naxçıvandan Əli Əliyev soruşdu ki, intellektual Salam olsun Əli Əliyev, xətin çox salamlayırıq. İntellektual oyunlara çox ciddi yanaşma olacaqdır, yoxsa biraz humoristik, yoxsa bunun ortası var? Bunu biraz üzərindən keçmişdi, amma mən belə bir şey deyə bilərəm ki, bu yalnız əgər sənə bir intellekt, çünki bunun kiməsə intellekt belə deyim, belə bir anlayış varsa, intellekt verməsi 100%-dir. Yəni sən böyüyürsən. Amma bu bir yerdən sonra həyat tərzindən çıxıb səndə bir asılılıq yaradırsa, hamımız asılılıq yaradır. Sadəcə bir-birimizi aldatmayaq, hamımız asılılıq yaradır. Amma bunu bir yerdən sonra gecə yatmayıb, ay uduzduq, ay filan şey, bu qədər ciddiyə alınmamasının tərəfdarıyam. Yumorla da yanaşılmasın. Çünki məsələn, adi özümdən deyim, son keçən dəfə baxmışdım İstiqlal Kubokundan sonra, son 3 ildə filan olan məsələn bir 8 turnir varsa 4-ündə yəni yarısından çox deyilsə də belə yarısında belə 4-cü olmuşuq. Yəni tamam deyib gülürük, amma bu biraz azın-azadlı faktdır ki, yəni marafonda ümumiyyətlə eyni xal yığmışdıq. Yəni reytinq uduzmuşuq. Xeydə memoriallı reytinqdən uduzmuşuq lan. Telefon varsın olur. Biz özümüz şey dedik, Avan 4 ilə yazırıq. Bu biraz gülməlidir, amma gülməli deyil əslində ki, yəni tamam nəticəyə gəlirik və nəticə, yəni sonda ev alınır ki, bir ara bizə də belə cəsarət gəlmişdi, biz avangard mı artıq çatda, sonra istiqlalda gördük ki, yox, hələ çox var. Amma yəni nəticə qazanmaqla gəlirik təbii ki, amma biraz tükrə demiş, yəni çox kasmamaq lazımdır. Çünki çox ciddiyə alanda da bunu yeni başlayan adamlara tövsiyə edirəm. Universiteti yeni bitirmişsə əgər, yəni çox intellektual oyuna aludə olub karyeramızı buraxa bilərik bir tərəfdən. Çünki mən özüm də iş həyatıma biraz gec başlamışam. Çünki müəyyən xəmsəyə suallar yazırdım, haralarsa suallar yazırdım, universiteti bitirmişdim, magistr oxuyordum. Biraz daha şeydi, boş vaxtım falan var idi. Və bir yerdən sonra başa düşdüm ki, mən hələ də bir peşənin ucuna yapışmamışam. Bu hal-hazır nümunələr var, təbii ki, açıq çəkməyəcəm, amma məncə bir yerdən sonra bu daha da çətinləşir. Yəni sən daha yaxşı olar ki, karyerana falan peşəkar ola biləcəyin sahəyə yönələcəksən. İntellektual oyunda peşəkar olmaq sənə bir çörə verməyəcək böyük ehtimal ki. En azından bizdə Azərbaycanda bu çox çətindir. Tamam, yəni gəlin konkret bir sahənin ucundan yapışaq. Biraz indi bu ata məsləhətini oxşur, amma yəni tövsiyə edirəm ki,
biraz daha alttan alınsın. Belə söyləyim. Zaur Osmanovla söhbətdə demişdi ki, Nalmenko haqqında nə bilim Kiyev da belə oturub sual yazır, necə. O adam yəqin ki, Orada bilirsiniz necə, biraz Ruslanla müqayisəniyyət düz deyil. Adamlarda məsələn sual yazması, kesin bir danışıq olmaq haqqında. Adamın işi yalnızca sual yazmaqdır. Adam peşəkar sual müəllifidir. Azərbaycanda peşəkar sual müəllifi deyə bir anlayış yoxdur. Olmayacaq da. Gəlin ona görə buna bu qədər də peşəkarlıq da yükləməyək. Gəlin bu oyun formatında da qalsın. Çünki intellektual oyun deyil. Sən intellekt hissəsindən özünə görə istifadə et, amma intellektual oyunda yalnız oyun formatı qalsın. Oyunda da ona görə davalar düşməsin də sonra. Başa düşdün? Çünki çox ciddi alınır. Tamam, başa düşürəm ki, bu şəxsi egolar üzərində durulur. Mütləq ki, bu sahədə olan adamın bir egosu var. Amma bu egonu da yəni sırf oyunda dava düşmək, oyundan sonra çıxıb hamı böyük ihtimalle 90% adam çıxır gedir halda çayxanada oturub başlayır paketi sövməyə, komandanı sövməyə, filan şey eləməyə. Bu şey dönməsin, yəni səni çirkinləşdirməsin əsas. Son sualla yekunlaşdıraq. Kənan Qədirov deyir, bu daha çox sizin sahəyə aiddir. Biz niyə bayağı kontentləri yazıb ki, arşivik? Məncə belə bir şey yoxdur. Bu təqdim olunan nəticə. yəni çünki bunda mənim bir konkret bir məntiqim var. Instagram keşfet deyirlər də, o lupa basanda nə çıxırsa onu biz oraya yığmışıq. Yəni elə bir şey yoxdur ki, mən buna baxmırdım amma Kəmalə Günəşli çıxdı mənə riski. Elə bir şey yoxdur. Sən nəyə baxırsansa, sən nə yeyirsənsə olsan. Əgər bayaq kontentə baxırsansa, deməli bayaq kontent. Eynilə də sual, eşitmək istəmədiyin sualı yazma, görmək istəmədiyin reklamı yazma. Mən bu məntiqimdir. Çox sadə bir məntiqdir deyə düşünürəm. Eynilə də bu biz bayaq kontent sevirik deyə bir anlayış yoxdur deyə düşünürəm. Çoxdur, maksimum azaldaq. Əgər məsələn Canon özü elə bir kontent görmək istəmir və maksimum gələcəkdə ona baxmasın, öz övladlarına baxdırmasın, yaxınlarına baxdırmasın, mən elə məntiqlə hərəkət edirəm. Mən görmək istəmədiyim şey eləmirəm. Həm də sən baxmadıqca onsuz da bunlar çəkilir. Bəli, bunlar çəkilməyəcək. Bunların çörəyi olmayacaq. Eynilə də suallar, eynilə digər şeylərdə. Və bu elə vizyon məsələsidir bu da. Eynilə də oturub bu maksimum çətin sual yazıma dönməsində, yəni və yaxud da asan sual necə düşünürsənsə, necə oynamaq istəyirsənsə, necə görürsənsə reklam sahəsində də. Mənə elə gəlir ki, reklam və sırf sual yazmaq, redaktor etmək və yaxud da bu biraz bir-birinə bağlı olan şeylərdir. Yəni bunların ayrı bir şeyi yoxdur. Ona görə düşünürəm ki, yəni reklamda hansı nəticələri göstərirəmsə, hansı bir vizyonum varsa, sualda da maksimum çalışıram onu göstərim. Belə. Bu çox faydalı, gözəl söhbət üçün həqiqətən Təşəkkür edirəm. Məncə hər kəs üçün faydalı oldu. Müəyyən dəyərli nəsihətlər var idi. Son olaraq layihəmiz haqqında bir arzunu deyim, fikirlər. Bunu İlk qonaqsan. Mən indi edirəm ki, layihə elə bir yerə çatsın ki, gələcək deyəsən ki, ilk qonağa mən olacağam. Çox ümid edirəm. O ümiddən də gəlmişəm. Yalan deməyəcəm. Belə formatları Covid vaxtı bekar idik onun vaxtı. Çox danışır. Çünki çox söhbət edirdik. Nərman, Heydər, Xəzər, Rəsul çox danışırdı ki, çünki müzakirə edirik. Bizim onda başqa bir marağımız da yox idi. Çox danışırdı və dedi ki, bəlkə belə bir şey eləyək. Sadəcə çox niş kütlədir. Məncə bunu özünüzdə nəzərə almalısınız ki, sizin milyonlarla baxış olmayacaq. Sadəcə bu mətbəxdə danışmaq üçün. Belə bir şeyin olması ola bilsin indi tezdir, amma gələcək illər üçün də çox gec ola bilər. Ona görə gəlin hardasa başlayaq və ümid edirəm ki, çox yaxşı nəticələr olar. Çünki bu elə platformadır ki, mən adi uşaqlarla danışanda bildim ki, burada simalar görsənə bilər. Nə mənada? Yəni belə gedib hardasa danışa bilərsən, adilə qıraqda deyə bilərsən, amma gəl açıb danış və bunu YouTube-a qoyaq görənlər nəticə verir. Və ümid edirəm ki, bu formatda da bu işlər görüləcək və yaxşı nəticələr olacaq. Uğurlar. Sizə barif edirəm. Yaxşı olur. Sağ olun. Çox sağ olun. Beyin dalğasındaydınız. İlk buraxılışımız yekunlaşdı. Növbəti görüşlərə.